Bəli, Çinarə, vurğuladığın kimi İran, ABŞ və İsrail arasında hazırda davam edən müharibənin bir sıra sahələrə, o cümlədən də iqtisadiyyata böyük təsiri var və təbii ki, bu məqamdan elə avtomobil bazarı da öz təsirini alıb. İndiki məqamda elə avtomobil bazarında satıcılar vurğuluyurlar ki, bəzi avtomobillərin, özəlliklə də ikinci əl avtomobillərin qiymətində hardasa 2000 manat civarında artım müşahidə edilir və daşınma olduğundan bəzi ölkələrdən gətirilənlərdə daha çox qabarır bu məqam rəqəmlər. Daha təfərrüatlı informasiyanı hazırda ilə qonağım Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyüp Əliyevdən əldə edəcəyik. Xoş gördük Eyüp bəy. Suallarımıza cavabı və hazırda avtomobil bazarında mövcud olan qiymətlə bağlı detalları sizdən işləyək. Bildiyiniz kimi, yanvar ayının birindən sonra ekoloji təmiz nəqliyyat vasitələrinə güzəştlər bitdikdən sonra ikinci əl bazarında avtomobillərin qiymətində artımlar müşahidə olunur. Bu artımlar faiz nisbəti ilə desək 20%-dən başlayaraq artımlardır və ilin əvvəli olduğu üçün ilin əvvəlində bilirsiniz ki, yeni avtomobillərin sayında məhdudluq olur və bunun da ikinci əl bazarına qiymət artımına bir qədər təsiri var. Amma hazırki dönəmdə müharibə şəraiti ilə əlaqədar olaraq daşınmaların yubanması, xüsusən də ikinci əl bazarına Dubaydan gələn avtomobillərin artıq dayanması, o istiqamətdən gələn avtomobillərin qiymətinə artım olur. Amma digər istiqamətləri biz götürsək, Çindən, Koreyadan, Yaponiyadan gələn avtomobillər, bunlar digər marşrutlar üzrə alternativ marşrutlarla gələ bildiyi üçün, yəni Çin, Qazaxıstan, Xəzər və Ələt limanı və yaxud da Çin, Qazaxıstan, Rusiya sərhəddi ilə gələn avtomobillərdə heç bir məhdudiyyət və qiymət artımı yoxdur. Biz bu qiymət artımını əsasən daha hansı növ avtomobillərdə, yəni növünə görəmi, yoxsa gətirildiyi ölkəyə görəmi müşahidə edəcəyik və müharibənin gedişatından asılı olaraq təbii ki, təsir göstərəcək. Bu məqamdan da biraz istəyərdim danışasınız. Qeyd etdiyim kimi, ölkəmizə ən çox Çin istiqamətindən avtomobillər gəlirdi. Bunlar iki marşrut üzrə Bəndər-Abbas limanı və oradan quru yolu ilə Azərbaycana gətirilməsi və Çin, Qazaxıstan, Xəzər dənizi, Ələt limanı ilə gəlirdi və hazırda qeyd etdiyim kimi alternativ marşrut daha asan Qazaxıstan, Xəzər dənizi üzərindən olduğu üçün bu istiqamətdə gələn avtomobillərdə heç bir məhdudiyyət, qiymət artımı, vaxt məsələsi yoxdur. Sadəcə bir istiqamətdir ki, Dubay istiqamətindən gələn ikinci əl avtomobillər, bəli, bunların qiymət artımı müşahidə oluna bilər qarşıdakı dönəmlərdə. Amma digər istiqamətlərdə alternativ yolların olduğuna görə hələ ki, heç bir problemlər yoxdur. Amma daşınma şirkətlərinin hər hansısa bir həmən müharibə zonasında qalan avtomobilləri, tırları və yaxud da digər avadanlıqları, qoşquları əgər məhdudlaşa bilərsə, əlbəttə ki, bunun daşınmalara təsiri olacaq. Təşəkkür edirəm Eyüp bəy, informasiyaları detallı şəkildə bizimlə paylaşdığınız üçün. Bəli, İran, İsrail, ABŞ arasında davam edən müharibənin təsir göstərdiyi əsas istiqamətlərdən biri də məsələ avtomobil bazarıdır. Bu da bir növ iqtisadiyyata təsir göstərir və əsasən də Dubaydan gətirilən avtomobillərin qiymətində digərlərinə nisbətən daha çox artım müşahidə olunur. Əldə etdiyimiz informasiyaları diqqətinizə çatdırmağa çalışdıq. Söz yenidə sizdədir. Təşəkkürümü bildirirəm Rəqsənə məlumatları bizə ötürdüyünə görə.